Dediyimiz kimi bugün Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında Əmək Məcəlləsində təklif edən dəyişikliklərin müzakirəsi həyata keçirilib. Bəzi saytlarda bununla bağlı fikirlər yazılıb. Burada bir məqama aydınlıq gətirmək istəyirik. Burada bəzi hallar var ki, yazılıb ki, işdən işçi çıxarılacaq. Amma əslində burada işdən işçinin çıxarılması yox, işçinin işdən kənar edilməsi. Yəni əmək müqaviləsinə xitam yox, işçinin işdən kənar edilməsi halları artırılıb. Bu bilirsiniz ki, Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir və 62-ci maddəyə təklif edilən dəyişikliklərdən də biri odur ki, işçi əmək vəzifələrinin pozulması hallarının araşdırılmasına maneçilik törətdikdə və ya müəyyən olmuş qaydada əmək mühafizəsi təlimində iştirak etməkdə və birliyin yoxlanmasında boyun qaçırdıqda işə götürən onu işdən kənarlaşdıra bilər. Əvvəl belə hallar yox idi. Artıq bu məcəlləyə təklif olunur ki, dəyişiklik, yəni daxil edilsin. Dediyim kimi bu əmək müqaviləsinə xitam halını əsaslandırmır. Burada sırf söhbət işdən kənarlaşdırmanı öz əksini tapşırır ki, yəni işdən bu hallarda kənarlaşdıra bilər. Yəni işə götürənin səlahiyyətlərini artırılır.